Herkese salam kanalıma ve yeni vloga hoş geldiniz. Nihayet ki hamam təmirimiz bitti ve ben sizin için video çekebildim. Aslında özümü sevindim, darıxmışdım ucu. Ancak short videolar çekebilirdim, yani uzun videolar çekebilmedim. Çünkü her gün usta işləyirdi ve her gün başım karışık olurdu. Her yer tozuydu, yani yüngülvarı üzdən tozları silirdim falan. Yani bildiğiniz gibi başım çok karışmıştı. Ama indi artık şükür, yani təmir bittikten sonra ben de rahatlıq tapdım ve dedim sizin için video çekeyim. Nihayət ki hamam təmirimiz bitdi və nihayət ki sizə əvvəlini və sonrasını göstərə biləcəm. Sona kimi baxın. Ustalar gəldilər və ilk gündən kafelerin hamısını sökdülər, bir dənə patologdan başqa və bir sıranı artıq düzdülər. Sadəcə biraz gecə oldu çünki işıqlarımız sönmüşdü. İkinci gün patologa kimi kafeli düzdülər. Üçüncü gün və biz getdik aksesuarlar almağa. Aldıqlarımızı videonun sonunda göstərəcəm. Dördüncü gün və polu düzdülər. Beşinci gün və biz getdik parog almağa qapının ağzına. Altıncı günü getdik asma tavanımızı sifariş etməyə. 2 günə hazır oldu və elə həmin gündə kafelin qalan hissələrini vurdular. 7-ci günü buraxırıq. 8-ci gündə asma tavanı astılar və bəzi aksesuarları quraşdırdılar. 8-ci gün duş kabinanı quraşdırdılar və nəhayət bir həftə sonra da moydadır gəldi və hamamımız tam olaraq hazırdır. Nəhayət ki hamam təmirimiz bitdi və mən artıq buranın təmizliyinə başlaya bilərəm. Patologu təmizləməyəcəm çünki bunlar şeydir, belə deyim sizə, plyonka var idi üzərində və bunu quraşdıran qardaş sonra onları sökdü. Yəni tərtəmizdir. Yəni o patologa heç girişmək istəmirəm. Amma divarları falan istəyirəm yüngülvari silim çünki tozdur. Lap belə dəhşətli dərəcədə deyil. Təmiz də əslində silməyə də bilərəm. Sadəcə istəyirəm biraz tozu getsin. Bunu Temu'dan sifariş etmişdim. Və qəşəng də yaraşdı. O qədər gözəl su buraxır ki, çox qəşəngdir. Yəni bir sözlə razı qaldım. Bunu Temu'dan sifariş etməmişəm. Eurohome-dan aldıq. Bunu Temu'dan sifariş etmişəm. Çox bəyəndim. Qəşəngdir. Bir dənə buna baxın. Qəşəngdir. Sonra bunu da Temu'dan, bunu Eurohome-dan aldıq. Bir də bu ışığı Temu'dan almışıq. Amma ki təəssüflər olsun ki, bunu səhv yerdən quraşdırıblar. İşıq yerini fikir verirsiniz yuxarıdan da. Ona görə mən bunu aşağı saldırdım. Çünki çox yuxarıdan olur. Parçası bura gəlib çıxacaqdı. Ona görə onu aşağı saldırdım. Korobka olur belə. Bunları gizlədirlər. Baxın, ondan quraşdıracaqdı yoldaşım. Amma hələ ki yoxdur. Ona görə quraşdırmamışıq. Bir də səhv buraxıblar və işıqları səhv qoşulur. Bunu buradan basanda əslində bu da yanmalıydı. Sadəcə bunu səhv quraşdırıblar. Məcburən qırağından belə işıq çəkəsi olduq. Yəni bu da belə qalxacaq. Təbii ki belə duracaq da bu yanında. Nə yəqin ki pis görsənməz də. Bu da 3 rəngdə işıqdır. Biri ağdır, biri belə istidir, biri də belə ağ isti qarışığıdır. Duş kabinanı da Eurohome-dan sifariş etdik. Əslində orada satıcı dedi ki, bu nədir, bu bəzək falan qəşəng deyil, amma bəyəndim. Zövqlər müxtəlifdir dedim və bunu istədim, bəyəndim çünki bu qəşəngdir mənə görə. Biz də başlayaq təmizliyə. Divarlar təmizdir deyə sadəcə nəm salfetka ilə keçəcəm və üzərini qurudacağam. Məncə bu təmizlik daha yaxşı olar. Çünki həqiqətən də təmizdir. Yəni heç silməsəm də olardı. Sadəcə yenə də ürəyimdə qalmasın deyə dedim qoy təmizliyim təmiz olsun. Mənə hər ədə rəylər gəlir ki, bəs evinizi çox əşyayla doldurursunuz, adam ürəyi sıxılır belə baxanda. Zövqlər müxtəlifdir deyib, yəni mən də belə sevirəm də neynim. Məsələn, arada bir dəfə oldu ki, minimalist olmaq istədim. Hər şeyi demək olar ki, da gözümə görsənə hər şeyi yığışdırdım, minimum əşya qoydum və bir müddət sonra baxdım ki, yox, mənim ürəyim sıxılır, mən əşya istəyirəm evdə, ona görə təzədən qaytardım. Yəni divarda şəkillərdir, svetilniklərdir, nə bilim, aksesuarlar falan mən sevirəm evdə. Ona görə də özümlə heç bir şey eləyə bilmirəm. Dolu evi çox sevirəm. Yəni lap da belə muzey kimi deyil evim. Yəni ki, o dərəcədə də deyil. Hətta bir xanım da yazıbdı ki, sizin evinizə gələn azar evdə. Yazsın ki, yəni bizim evdə yəni azmağa elə bir şey yoxdur. Sadəcə gözə çox görsənir, amma realda o qədər də deyil. Yəni canlı bizim evdə kimsə gəlib görsə, yəni o dərəcədə də yəni deyim dolu ev deyil. Yəni muzey kimi deyil.
Yenicə suyu açmışdım ki, buraları qəşəng yuyum. Bir də ortaya görün nə çıxdı. Sən demə, bizim suyumuzu arada kəsiblərmiş. Mənim də xəbərim yoxdur. Yenidən açanda, bəli məsələ ki, yəni suyu yenidən açanda belə çirkli su gəlir və bir müddət axıtdım, ondan sonra getdi. Deməli, divarları da, duş kabinadı, hər yeri sildim. Hətta buralarda yudum, təmizlədim. Qaldı bir dənə moydadır, güzgüsü və bunların üstü, içi. Gedim uşaqları bağçadan götürüm, gəlim. Ondan sonra buraları təmizləyərik, həm də sabun qabıdır falan da onların hamısını yerləşdirərik. Lap sonunda da polu siləcəm. Getdim uşaqları götürdüm bağçadan və həmin zaman elə Temudan sifarişlərim də gəlmişdi. Elə bir dəfəlik getdik, onu da götürdük. Dedim sizə göstərim nə almışam. Bu posterdir. Bunu sonra sizə göstərəcəm hara almışam. Vloglarda izlərsiniz, orada göstərəcəm. Gəl balacana başlayım, çıxardım. Deməli, bizim ləğv elədiyimiz, üzr istəyirəm, tualet otağı var idi. Ora bizdə çamaşırxana olacaqdı və ora belə bir tutacaqlar aldım. Belə bir tutacaqdı. Bu şvabranı falan bura taxmaq üçündür. Bu daha keyfiyyətlidir. Mən əvvəldə almışdım, amma bu ondan daha keyfiyyətlidir. Belə taxırıq bura nakleyka ilə və divara yapışdırırıq. Daha qəşəng, səliqəli görsənir. Belə bir şeydir, 4 ədəddir. Kim lazerə getmirsə, məsələn məni kimi, mən getmirəm lazerə, belə bir tük təmizləyəndir. Belə eləyirsən, belə fırladırsan və tükü təmizləyir. Burada 6 ədəd süni şamlar var. Keçən dəfə aldıqlarım ağ rəngdə idi, amma bunu sırf şam rəngdə götürdüm, yəni orijinal kimi görsənsin deyə. Bura daş taxırsan 2 dənə. 2 dənə daş taxırsan, nazik daşlardan və belə bağlayırsan. Belə biraz açıq qoyanda sönür, belə lap sıxanda işıq burada yanır. Göstərərəm onu da sizə. Daş almışdım, əslində baxaram. Düz 6 ədəddir. Bu da düşmüşdü 6 manata deyəsən, səhvləmirəm. Mən ümumiyyətlə qiymət deməyi sevmirəm, amma bunu mən deyəsən 6 manata aldım. Endirimə düşür. Yəni fərqli qiymətlər olur deyə mən sizə qiymət çox elə demək istəmirəm. Nə qəşəng pakovka eləyiblər, bir dənə baxın. Belə bir divardan asmaq üçün dekordur. İndi bunu sizə göstərəcəm, hara asacağım. Gələn vlogu mütləq izləyin. Həm yenilik bir şey var, yeni bir şey almışıq. Onu göstərəcəm. Bir də bu da onun elə bir ki dekoru olacaq. Zövqlər müxtəlifdir. Bəlkə də deyəcəksiniz və linç eləyəcəksiniz məni ki, yəni nə olub elə hər şeyi divara asırsınız falan. Mən sevirəm, yəni ona görə alıram. Vəbşi deyəcəksiniz ki, kimlərsə deyəcək təbii ki, kim ki minimalistliyi sevir. Baxın, onlar mütləq deyəcək ki, bu nədə alırsınız? Bəlkə də denəyəcəksiniz, bilmirəm, amma nədənsə əminəm ki, deyəcəksiniz ki, bu artıq oldu. Amma mənə görə artıq deyil. Bəlkə də xoşunuz gələcəkdir. Bizə dəqiqə göstərmişsən. Bu daha keyfiyyətli və daha qəşəngdir. Buna baxın, dəmirdəndir. Buna baxın. Bu da şamdandır. 2 ədəd olur. Biri bura taxılır. Biri də bura taxılır. Vlogumu izləyin, göstərəcəm təmizlik videosunda və yaxud başqa bir videoda mütləq sizə göstərəcəm. Ona görə izləmədə qalın. Devam edək, yeni bir dəsmal götürdüm, yəni qurutmaq dəsmalı və başlayıram buraları təmizləməyə.
Temden sipariş elədiyimdir. Bu da onun fırça və deməli diş pastası qabısı. Və bir də güya ki bura güldən almışdım. İçinə də gül qoyub. Baxıram bura balacadır. Bəlkə gətirim başqa gül qoyum. Baxın bunu gətirdim bura. Gəlin görək birlikdə. Qəşəng durursa bunu saxlayalım burada. Hələ bir qəşəng durdu, hə? Qəşəng görsənməyinə, amma deməli dəsmala asmağa yer biraz şey oldu, elə bir ki qısıldı. Ona görə bunu götürürük. Belə çubanlarım da var idi. Bu da qəşəng görsəndi. Bunların bir də sabun qabısı var. Onu da bəlkə qoydum bura. Bir baxın, bu burada dursa. Bu da burada. Əslində təzə diş şotkuları və təzə pasta almalıyam, amma hələlik qoyuram bura. Dursunlar burada. Sanki daha yaxşı oldu burada. Gətirdim bütün təmizlik vasitələri falan hər şeyi gətirdim bura və hamısını bir üst-üstə attım bura və dedim gətirin. Sərf eləyim. Məsələn bu təmizlik vasitəsi aşağı qoyulur. Bu da təmizlikdir, zapaska. Deməli 72% sabundur bunları qoyuruq bura. Dekor görüm var idi belə. Əvvəlki moydadığın üzərinə qoyurdum. Amma bir dəfə görə hələ qoyuruq. Burada sən göstərir. Canı çıxıbın içində heç bir şey yox. Sonra koloniya var. Koloniyanı da qoyun bura. Bir sözlə seçimdə hamısını. Bunlar buraya yığılacaqdı, bunlar da oraya gedəcək. Mən bura deməli Temudan asılqan, daha doğrusu asılqan yox, polka sifariş etmişəm. 2 bölməlidir belə. Bu şampunları falan yığmaq üçün. Amma o hələ yoldadır, gəlməyibdi. Bir də bura asılqan bu dəsmal falan asmaq üçün sifariş etmişəm. Amma ki yoldadır, hələ gəlməyibdi. Ona görə məcbur bunları hələ ki yerdən yığacağam oradan. Bunları isə keçim bura yerləşdirim. Bura zapas olanları yerləşdirəcəm. Mən ancaq bunlarla üzümü yuyuram. Ona görə zapas həmişə məndə olur bunlar. Sonra burada beyaz sabun var, istifadə edirəm mən bunlardan. Bir də belə sabunlar var, bunları da qoyuram bura. Bura gündəlikdə istifadə etdiklərimi qoyacağım. Baxın, bura qoyuram. Belə bir ayaqqabı təmizləyicidir, bunu qoyuram bura. Bu da onun püskürtməsidir, onu da qoyuram bura. Gül suyu var, gül suyunu da qoyuruq bura. Bura kremləri yığacağım. Bol üz serumu. Belə. Micellar su. Üz kremləri bunlar. Bir Uni krem var. Bu çox qəşəng kremdir, gəlin sizə deyim. Deməli üzünüzdə səpki falan varsa bundan istifadə etsəniz, yəni üzünüz təmizlənəcək, çox yaxşı bir şeydir. 19 manatdır qiyməti apteklərdə. Diş sapı, əl kremləri. Dursun burada. Zapazlı bunu da qoyuram bura. Zaretkası yoxdur. Elə bir ki üzü kremləyirsən və bundan belə qəşəng vibrasiya edir də, elə bir ki üzü təmizləyir. Birini tapmışdım, onu da qoyuram. Çöp qabısı var. İndi gətirib onu dolduraram. Bir də belə bir qablar var. Fikirləşdim ki, hər kəsin əli çatsın deyənəm. Bir dəqiqə. Bu diş çöpünü falan qoyaram bura. Qoyuram bura. Bu qulaq çöplərini isə bura qoyum zabaza. Üz yumaq üçün bunları da bura qoyum. İstifadə elədikcə götürürəm. Qoyum bura. Bu da fırçalarımı yumaq üçün belə gündür, bunu da qoyum bura. Bu da əslində şeydir. Bunların da ayaqqabıyı təmizləmək üçün dursun burada. Ayaqqabı üçün hazırladığım, bunun içində 72% maye sabun var. Bundan ayaqqabıları çox qəşəng təmizləyirəm. Baxın, bir çalxalayıram. Buradan basıram, köpük çıxır və ayaqqabıları belə kənarlarını təmizləyirəm. Çox yaxşı bir şeydir. Bunu da qoyum bura. Ayaqqabıları təmizləmək üçün belə. Bu deməli zapasda məndə belə britvalar da var. Temudan almışam. Bura qoyum.
Dursunlar orada. Saç qırxanın aksesuarlarıdır. Bundan da təmizləyirəm. Çamaşırxana hazır olanda bunları keçirdəcəm ora. Amma hələ ki hazır deyil, ona görə qoyuruq bura. 72% sabun. Paltarlara ləkə düşəndə 72% sabundan istifadə edirik. Qoyuruq bura. Bunlar da masajyorlardır. Bunları da hələlik qoyun bura. Elə bir o polka gələndə onları çıxardıb qoyaram ora. Lazım olanda buradan götürərəm. Belə bir daban daşı da var. Bu duş gelləri hələlik qoyun bura deyirəm. Dursunlar burada zapas kimi. Elə daha yaxşı oldu. Alışveriş eləyəndə bunları da üstündə hədiyyə verdilər mənə. Bir də başqa bir şampun var, onu vermişdilər. Onları da hələlik qoyun bura. Bizdə zapaz olaraq belə bir kubkamız da var. Daha doğrusu maçalkamız var, onu da qoyun bura. Daha ora niyə qoyuram ki? Qoyun bura. Zapaskaların yanına. Dursun burada. Hazır. Bu gülü də hələlik qoyaq bura. Dursun burada geçək. Amma pistirmədi. Buradaki deməli trapı çıxartdım və dedim, day hər şey qızılıdırsa, niyə də bu qızılı olmasın, dedim, bunu qoyun bura. İndi daha fərqli və qəşəng görsəndi. Sonra bir də məndə belə bir şey var. Bunu mən mətbəx üçün almışdım əslində, amma ki makleykası yoxdur, onu da fikirləşirəm buraya yapışdıracağım belə. Və bura o safitkaları asacağım üz yumaq üçün də, üz qurutmaq üçün. Bu arada nəsə bu görüntü heç xoşuma gəlmir, yox. Nədənsə xoşuma gəlmir. Baxaram ora sonra. Temudan aldığım 2 ədəd belə divara asılır və bu da belə keçir bura. Bu keçdi. Baxın, belə saxlayır divarda. Hal-hazırda mən bunu yapışdıra bilmirəm. Çünki gözləyirəm, bura polka gəlsin, o polkanı asım. Ondan sonra artıq baxaram, görüm harada yaxşı duracaqsa orada taxaram. Yapışdıraram daha doğrusu. Burada yadımdan çıxıb belə maçalkalarımız falan qalıbdı. Bunları da hələ kəsə bilmirəm, ona görə qoyuram bura, bunların yanına. Sonra çıxardaram, istifadə. Bunu da Temudan sipariş etmişdim. Ben belə qoyum, bunu belə fırladım. Belə daha yaxşıdır, baxın. Zibili atırıq içinə və bir müddət sonra özü qəşəng bağlanır. Gördünüz? Qəşəng bir şeydir. Həm də yeri məncə burada daha yaxşı oldu. 2 ədəd ətirləndirici almışdım. Bunu məsələn Oyaldan almışdım. Bunu isə deməli Sensei'dən almışdım. Pis də vanil qoxusudur. Sadəcə fikirləşirəm indi hansını qoyum ki, burada qəşəng qoxu gəlsin. Əslində mən bunu fikirləşmişəm ki, açım və bura qoyum belə. Elə bəlkə bunu qoydum. Güzel qoxusu var. Bunun içində belə şariklər var. Bilmirəm, o balaca olur, su tökürsən, şişir, akvarium falan qoymaq üçün. Baxın, ondandır. Ağzını düzü yaxşı bağlamadım. İndi belə sizə göstərim. Elə burada dursun, belə qəşəng qoxu versin. Bunu taxırıq bura. Yəqin ki, bu burada islanmaz. Çox güman ki, belə əlimizi sildikcə elə bir ki, kağızın özünü də ora atacağım. Son olaraq da unutmamış dedim, bunu da yapışdırım bura. Temudan sipariş eləmişəm. Bəlkə sizlərin də xoşunuz gəlir. İndi baxın, görün necə qoyacağım. Əgər bu videoya bura kimi baxdınızsa, deməli bəyəndiniz. Bəyənməyi və abunə olmağı unutmayın. Sizin hər bir dəstəyiniz mənim üçün çox önəmlidir. Gələn vloqlarda görüşənədək hələlik.